Narahat geceler, sərsəm yuxular, ölüm, qorxu, güllə səsləri, yuxusunu əlindən alan kabus gecələr, vətəndən uzaqda torpaq nigarançılığı, doğmaların intizarı, getmək lazımdır, getmək, vətən çağırır. İnsan quş misalıdır deyirlər. Arzuların arxasınca yol alıb, dünyanın o başına gedən də var, könlünün səsini dinləyib, qürbətdə vətənə uzaq yolları yaxın edənlər də. Milli qəhrəman Aqil Quliyev də bir zamanlar doğulduğu Urud kəndindən, Qərbi Azərbaycanın Qarakilsə rayonundan oxumaq həvəsi ilə Ukraynaya, Dnepr sahillərinə səmt aldı. Arzuları, həyat proqramı başqa bir gələcəyə hesablansa da, taleyin öz əli ilə geriyə, vətənə döndü. Şəhidlik igidliyin son zirvəsi sayılır. Bu zirvədə əbədi qərar tutmuş milli qəhrəmanımız Aqil Quliyev də məhz ömrünün sonsuzluğuna, əbədiliyinə imza atdı. Aqil Quliyevi mən lap uşaqlıq illərindən tanıyıram. Demək olar ki, bir ailədə, bir nəsildə böyümüşük. Aqil Quliyev ziyalı bir ailədə dünyaya göz açmışdı. Onun atası Sahib Quliyev biz nəslin çoxunun müəllimi olub. Sahib müəllim yadımdadır ki, hələ orta məktəbdə bizlərə vətən dərsi deyərdi. Bir dəfə də yadımdadır, çaşıb demişdim ki, ay müəllim, axı bizim kitabın üstündə ədəbiyyat dərsliyi yazılıb, ədəbiyyat yazılıb, amma siz deyirsiniz vətən dərsi. O gülümsədi və dedi ki, ədəbiyyatı bilmək vətəni öyrənməkdir. Vətəni bilmək ədəbiyyatı öyrənməkdir. Urud, Qərbi Azərbaycanın qədim yaşayış binələrindən olan bu kənd dağlar arasında yerləşirdi. Kəndin qədim türklərə məxsus olduğunu sübut edən qəbirstanlığında orta çağlara aid sənduqələr, qoç, at heykəlli məzar daşları üzərində yazılan bayatılar onun keçmişinin əsl ruhundan xəbər verirdi. Aqil Quliyev belə bir yerdə, Sahib kişinin ocağında dünyaya göz açmışdı. Sahib müəllim elin ağsaqqalı, hörmətli bir adam idi. Uzun illər kənddə müəllimlik etmiş, məktəb və kolxoz direktoru işləmişdi. Aqil uşaqlıqdan dürüstlüyü, mərdliyi, qanında, canında hiss edən biri idi. O zamanlar qədim kitabələr, epiqrafik abidələr üzərində tədqiqat aparan tarixçi alim Məşəd xanım Nemətova Uruda tez-tez gələrdi. Aqil bir neçə həmyaşıdı ilə bu maraqlı araşdırmalara şahidlik edər, torpağın bağrında yatan tarixi öyrənməyə can atardı. Bizim ailəmiz 7 uşaqdan ibarət olub, 2 bacı, 5 qardaş olmuşuq. Mən qardaşların böyüyəm. Aqil məndən deməli 4-cü qardaşımdır. Aqil 1963-cü il 19 sentyabrda Qərbi Azərbaycan Qarakilsə rayonunun Urud kəndindən anadan olub. Oxuduğu müddətdə həmişə nümunəvi şagird olub. Həm ev işlərini, həmişə təsərrüfat işlərini həmişə o köməklik eləyib, ata-ananın tapşırıqlarını həmişə yerinə yetirib, yaxşı idmançı olub, rayon voleybol yığma komandasının üzvü olub, rayon yarışlarında, respublika yarışlarında iştirak eləyib. 1980-ci ildə Aqil Quliyev orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olur. Ali təhsilini tamamlamadan hərbi xidmətə çağırılmasının səbəbi də bu idi. 3-cü kursu bitirər-bitirməz Sovet ordusu sıralarına çağırılan Aqil Quliyev Ukraynada hərbi xidmətə başlayır. 1985-ci il raket qoşunları tərkibində hərbi xidmətini başa vuran Aqil Quliyev Xarkov Milis məktəbinə daxil olur. Məktəbi fərqlənmə diplomu ilə bitirir. O həmişə yaxşı oxumuşdu. Hələ dədə-baba yurdu Urudda ikən orta məktəbi də
əla qiymətlərlə başa vurmuşdu. Amma nədənsə qızıl medal verilmədi ona. Yəqin ki, bu məsələnin kökündə də ermənilərin milli ayrı-seçkilik ədavəti dururdu. 20-ci əsrin ən böyük soyqırımlarından, ən dəhşətli qətliamlarından biri Xocalı soyqırımı erməni faşistləri tərəfindən təkcə Əliyalın Azərbaycan əhalisinə, mülki vətəndaşlarımıza qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı bir tarixi cinayətdir. Çürük erməni ideologiyasını Qafqazda diriltmək istəyən və Azərbaycan torpaqları hesabına özlərinə ikinci bir Ermənistan, ikinci bir erməni dövləti qurmaq istəyən daşnaq ideologiyası idi, erməni separatizmi idi. Eyni zamanda bu separatizmə dəstək verən imperialist qüvvələridir. Amma buna baxmayaraq Azərbaycan xalqının vətənpərvər oğulları, igid oğulları, yurdu, milləti canından sevən oğulları başa düşürdülər ki, milli ordu yaranmalıdır, torpaqlarımızı qətliamdan, işğaldan, separatizmdən qorumaqdan ötürü ortaya milli güc qoyulmalıdır, milli birlik lazımdır. Mən onun adını ta uşaqlıqdan eşitmişəm. Onun qəhrəmanlığı, qorxmazlığı, vətənə olan sevgisi haqqında o qədər çox eşitmişəm ki, üzünü görmədiyim doğmamı yaxşı tanımışam. Sonra hamı onu tanıdı, qibtə etdi, milli qəhrəmanımız oldu. Sonra günlər bir-birini əvəzlədi, aylar bir-birini qovdu, illər illərə qovuşdu. Amma Aqil Quliyevin özünü əvəz edən olmadı. Bu boşluğu kədər, qürur hissi birgə ovutdu. Haqqında şeirlər yazıldı, poemalar həsr olundu. Amma ən çox Şəmsi Vəfədarın Aqil Dünyası adlı poemasında qələmə aldığı bu misralar mənə təsir etdi. Düşdü ayağımdan yollarım mənim, ana yollarımı göndərin mənə. Vətənin boynuna sarılmaq üçün, ana qollarımı göndərin mənə. Namərd düşmənin gülləsi onun ayaqlarını üzsə də bu vətəndən ayrı sala bilmədi. Nəinki qollarıyla, bütün varlığıyla Uşaqlıq illərində Aqil Quliyev öz həmyaşıdlarından qoçaqlığı, mərdliyi və qeyri-adi həssaslığı ilə seçilərdi, fərqlənərdi. Zəngəzurun Qarakilsə rayonunun Uruç kəndində Novruz bayramında həmişə dağlarda bitən İtdəyməz adlı bir çolu yığıb yandırardılar tonqallarda ki, bu müqəddəs bir çol sayılardı və deyirdilər ki, hər şeyi Novruz bayramında yandırmaq olmaz. Və Aqil şərt qoymuşdu oğlan uşaqlarına. Biz əvvəlcə o ailələrin qapısına o kolları yığmalıyıq ki, orada bu kolu gedib yığacaq oğlan uşağı yoxdur. Bax, hələ uşaqlıqdan Aqil Quliyev belə həssas, belə diqqətcil, belə fədakar idi. Onun tələbəlik illəri zamanı isə artıq ermənilər Qarabağ kartını ortaya ataraq Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı öz yerlərindən, yurtlarından deportasiya etməyə başladılar. Yəni bu ağır günlərdə Aqil Bakıda deyildi. Bir də onda eşitdik ki, onun valideynləri, qohum əqrabası öz doğma yurtlarından deportasiya edilib. Bu deportasiya zamanı çovğuna düşən, qara düşən, qurd-quşa yem olanlar da var, döyülməkdən ürəyi partlayan da var, şəhid düşənlər də var. Yəni bunların hamısını Aqil bilirdi. Varmı elə biri Xocalıda ümidini itirməsin? Varmı elə biri ki, o dəhşətli fevral gecəsi qurban verməmiş olsun? 26 fevral
1992 il. İnsanlığın öldüyü, günahsızların öldürüldüyü gün. Məkan Xocalı. Yerlərə, göylərə sığmaz bu günah. Vətən güllələndi, müsibətə bax. Öləni torpağa gömənlər Allah. Bəs ölmüş torpağı hara bastıraq? Bu bir şair təxəyyülünün söylədikləri deyildi. Xocalı qətl edilmiş ruhlar, nalələr şəhəri idi. Birinci, ikinci Şıxov batalyonunun yaranmasında məhz birbaşa Aqil Quliyevin böyük zəhməti və rolu olmuşdu. Elə o batalyonu formalaşdıran kimi də özü kimi cəsur gənclərlə bir yerdə o zaman od tutub yanan Qarabağın Ağdam və Xocalı bölgəsinə ezam olundu və Aqil Xocalının müdafiəsini təşkil edən bizim ilk rəsmi hərbiçimizdir. Və Xocalıların sevə-sevə Aqilin rotası dediyi bu batalyon Xocalının bir aydan çox müddətdə qorunmasını təşkil etdi, müdafiəsini təşkil etdi. Xocalıdakı digər bizim qəhrəman hərbiçilərimiz Tofiq Hüseynov, Əlif Hacıyev və digər Xocalıda o zaman polis və hərbi sistemdə çalışan zabitlərimizlə birlikdə Aqil Xocalıları xilas etməkdən ötürü əlindən gələn hər şeyi etdi. Amma təəssüf olsun ki, o zamanki Azərbaycan rəhbərliyi bu faciənin nə qədər dərin kökləri olduğunu və nə qədər ağır miqyasda olacağını başa düşmürdü. Və həmin dövrdə yanvarın sonlarında Bakıya hərbi sursat və ərzaq üçün gələn Aqilin bir ifadəsi mənim yadımdadır. Əgər rəhbərlik lazımı tədbirləri görməsə, bu faciənin miqyasını təsəvvür etmək belə mümkün deyil. Elə bil ki, bir ay öncədən özünün və Xocalıların başına gələn faciələri görürdü. Şimal-şərqdən Kəlbəcər, Ağdam, cənub-şərqdən Xocavənd, Laçınla həmsərhəd olan Xocalı bu müsibətləri ötən əsrin əvvəllərində 1905-1918-ci illərdə yaşamışdı. 20-ci yüzilliyin sonu, yenə eyni fitnə, eyni körük, eyni senari. Amma bu dəfə 100 illiyə damğa vuran bir faciə. Ağdamda onlar bir müddət qaldıqdan sonra onun bir neçə əskərin Ağdamda saxladılar və bir neçə əskər isə Xocalıya getdi. Xocalıda da o vaxt vəziyyət gərgin idi, hər tərəfdən mühasirəyə alınmış bir yer idi. Orada polis rəisi vardı, rəhmətli Əlif Hacıyev, bir də rəhmətli Tofiq Hüseynov. Onlarla bir yerdə onlar danışdı, postlar yaratdılar və Xocalının müdafiəsi üçün o postlarda onun əskərləri iştirak edirdi. Bir çox döyüşlər olmuşdu, bir çox əməliyyatlarda iştirak eləmişdilər. Sonra bir daha mən eşitdim ki, o Bakıya gəlib, Hikmət Nəzərli adlı bir əskəri də var idi. Onun da atası Bakı Tramvay Trolleybus Parkının direktoruydu. Burada bir neçə mərmi, silah əldə elədilər, bir iki maşın silahla getdilər Ağdama ki, Ağdamdan Xocalıya yola salsınlar. O vaxtdakı maşın yolu yox idi. Onu vertolyotla silahları Ağdama aparanda həmin vertolyotu yolda vurmuşdu ermənilər. Bundan sonra gizli yolla özləri ayağına Xocalıya qayıtmışlar. Silahların əksəriyyəti bir hissəsi qalmışdı Ağdamda. 1992-ci il, fevral ayının 2-si. Mühüm bir tapşırıq almışdı Aqil Quliyev. Ağır döyüş əməliyyatı zamanı ayağından aldığı güllə yarası inadını qırmamışdı. Yox, tərk etməyəcəkdi mövqeyini. Mühasirədə olduqlarını yaxşı bilirdi. Alay komandiri çarəsizliyə boyun əyməyi vicdandan, qürurdan, kişilikdən saymırdı. Vəziyyət ümidverici olmasa da sonadək mübarizə aparmaq niyyətində idi. Fikri, zikri o idi ki, Qarabağ ermənilərdən azad olunacaq, ermənilərin qarşısını kəsəcək. O fikirləşirdi ki, mən heç zaman razı ola bilmərəm ki, mənim doğulduğum yurt erməni əlində əsir qalsın. Amma sən saydığını say, gör, daşnaq ermənilər nə sayırmış. Arxalandıqları gücün hesabına onlar
Xocalıya qəfildən hücum etdilər. Fevral ayının 2-də Aqil Quliyev hər iki ayağından ağır yaralanmışdı. Amma onu döyüş nöqtəsindən çıxartmaq, onu hansısa bir hərbi hospitala yetirmək çox çətin idi. Çünki qüvvə yox idi, nəqliyyat yox idi. Hətta o vaxtı Azərbaycan televiziyasının müxbirinə bir müsahibə də vermişdi ki, biz ermənilərin qarşısında dayanmaq üçün silahımız olmalıdır, silahımız da yoxdur. Əgər onlar hücum etsə, biz məğlub olacağıq. Çünki bizim silahımız yoxdur. O vaxtı bu reportajı televiziyada vermədilər. Aqilin həlak olmasından 4 il sonra o reportajı biz ana televiziyamızda gördük. Yəni, bəzi məmurların özbaşınalığı, bəzi məmurların öz işini bilməməkləri, bəzi məmurların yuxarıların, yəni SSR hökumətinin dediyi ilə oturub durması, ermənilərə xidmət etməsi bəlkə də bu faciələrin əsasını qoydu, bu faciələri yaratdı. Fevralın 18-i. Aqil Quliyev qız gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb erməni postuna yaxınlaşır. Postda erməni quldurlarına göz açmağa imkan verməyib 21 nəfərini öldürürlər. Qeyri-bərabər qüvvələrin döyüşü idi bu. Şərlə ədalətin savaşı idi bu. Mərdliklə sinə gərdi bu qəhrəmanlar. Bu haray adi haray. Bu səs adi səs deyil. Nə qədər ağlasaq da, bugün bizə bəs deyil. Ağlamayaq kişilər. Xocalının müdafiəsini təşkil edən Aqil və onun rotasındakı qəhrəmanlarımız o zaman mümkün olan nə vardı etdilər. Amma neynəyəsən ki, əl yalındır, lazımlı silah-sursat yoxdur. Hətta Aqilgil özləri silah-sursat əldə etməkdən ötürü Xocalı ətrafındakı hərbi komendantlığına da hücum etdilər. Hansı ki, onlar dəfələrlə Xocalını atəş altında saxlamışdılar. Həm atəş nöqtələrini məhv etmək, həm də silah-sursat əldə etmək. Aqil Quliyevin rotası olmasaydı, Xocalı soyqırımının bəlkə də miqyası dəfələrlə artıq olardı. Düzdür, biz orada olduqca böyük mülki əhalimizi itirdik. Qətliama və vəhşiliklərə məruz qaldı bizim vətəndaşlarımız. Amma bu insanlar öz vətənpərvərliklərini, öz qəhrəmanlıqlarını, öz canından artıq yurdu sevdiklərini öz əməlləri ilə, öz həyatları ilə, öz ölümləri ilə Azərbaycanda yaşamışıq, yəni o düşmənlərin həmişə birliyini görmüşdük. Aqil həmişə onlara qarşı belə olub ki, onlardan qisasını alsın. Atamız, anamız qaçqın kimi gəlmişdi 1988-ci ildə. Onların qisasını almaq üçün o getmişdi döyüş bölgəsinə. Bu nəsildən boy verən ikinci bir milli qəhrəman da var. Fəxrəddin Nəcəfov. O Bakıda doğulmuşdu. Amma yay istirahətini həmişə ata-baba yurdunda keçirərdi. Atası Vəliyyəddin uşaq doğmalarını, nəslini, kökünü, qol-budağını yaxşı tanısın deyə onu tez-tez uruda aparardı. Və qəribədir ki, o da bir vaxt sonra Aqil kimi Ukraynada təhsil aldı. Xarkov Ali Yanğın Söndürənlər məktəbini bitirdi. Qarabağ hadisələri başlayanda onlarla həmvətənimiz kimi hər şeyi geridə buraxıb gələnlərdən biri də Fəxrəddin oldu. Könüllü olaraq Goranboy cəbhəsində, Todanda, Şəfəqdə, Qarabağda, Can Yataq,
Gülyataq kəndləri uğrunda gedən ağır döyüşlərdə vuruşdu. Yaralandı. Yaralara sağalmamış yenidən döyüş meydanına qayıtdı. Bu dəfəsi olmurmuş. Şəhid oldu Fəxrəddin. Məqamı mübarək, arzuları yarımçıq şəhid qəhrəman. Ölümündən sonra milli qəhrəman adına layiq görülən Fəxrəddinin son vəsiyyəti Aqilin məzarı yanında dəfn edilmək olmuşdu. Şəhidlər Xiyabanı, müqəddəs məkanımız, ant yerimiz. Şəhidlər Xiyabanı həm də dünənimizin əks sədasıdır. Bura hər dəfə ziyarət edəndə bir ümidin ətəyindən tutub gəlirdik. Vaxt olacaq, qisasınız alınacaq şəhidlərimiz. O vaxt gəldi və məqsədimizə, məramımıza, azadlığımıza, bütövlüyümüzə qovuşduq. Alındı qisasınız. İndi milli qəhrəmanımız Aqil Quliyevin də, Xocalı faciəsində günahsız şəhid olan 5 yaşlı körpənin də, tanınmaz hala salınan naməlum şəhidlərimizin də qəbrini qəlbimizdəki kədərlə yanaşı həm də qürurla ziyarət edirik. Xocalı faciəsi qan yaddaşımıza elə hopub ki, elə bir yara açıb ki, biz onu heç vaxt unutmarıq. Çünki bu faciə bizi ayıq-sayıq olmağa, dünənimizi unutmamağa səsləyir. Anası mənə söyləyirdi ki, stolun üstündə bir məktub və 3 şəkil qoymuşdu. Məktubda yazmışdı: mən bilirəm ki, daha geri qayıtmayacağam. Məni Aqilin yanında dəfn edərsiniz. Fikir verin, ölümün üzünə baxa-baxa, ölümün üstünə yeriyən gücə bax. Və hər iki milli qəhrəman bugün şəhidlər xiyabanında uyuyur. Amma hər dəfə onları ziyarətə gedəndə içimdə bir qəm olardı, içimdə dəhşətli kədər olardı. Bəzən də boynu bükük dayanardım. Elə bilirdim ki, xəcalət çəkirəm, çünki onların canlarını fəda etdiyi torpaq düşmən əlində inləyirdi. Amma indi onların ziyarətinə gedəndə bir sevinç, bir qürur və baş əyib deyirəm, ruhunuz şad olsun. Mənim qardaşlarım, mənim əzizlərim, Qarabağımız azaddır. Qarabağ bizdədir. İki qəhrəmandan söz açdıq sizə. İkisi də vətənin göz bəbəyi. İkisi də halal mayadan güc alan polad biləkli, xas niyyətli şəhid qəhrəman. Taliyə, qismətə, yazıya pozu yoxdur deyib dədələr. Amma analar belə deməyib. Ana bala üçün fələyə üsyan edib. Fələyi dindirəydim, atından indirəydim, baxtımı yazan yerdə qələmin sındıraydım. Aqil Quliyevə, Fəxrəddin Nəcəfova milli qəhrəman ulduzunu sağlığında sinəsini sancmaq nəsib olmadı. Bu ulduz indi vətən göylərində, Qarabağ səmasında parlayır. Onlar bizim sönməyən ulduzlarımızdır.